Salam, mən Abdullayev Azər Zadiloğlu. Həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həm də Ədliyyə Nazirliyinin Lənkəran İcra Prokuror şöbəsi tərəfindən qanunsuzluğa və özbaşınalığa məruz qalan biri olaraq yenə də üzümü Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə tutaraq müraciət edirəm. Cənab Prezident, sizə və bütün dövlət qurumlarına yazdığım minlərlə şikayət məktublarından və müraciətlərimdən məlumdur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məmuru olan Avasov Dadaş Nasifoğlu və onun tasmasını tutan digər məmurlar tərəfindən, nazirlikdə oturan yüksək vəzifəli bəzi məmurlar tərəfindən əmlakım mənimsənilib və mənə dəymiş isyana görə dövlətimizin adından bütün məhkəmə strukturları mənə dəymiş isyana görə ödənilməsinə görə hökm və qətnamalar çağırdı. Lakin bugünkü günə qədər 5 ildən çoxdur ki, məhkəmə qətnamaları Lənkəran İcra Prokuror şöbəsində olduğu halda heç bir nəticə verməmiş, sizə və bütün dövlət qurumlarına etdiyim müraciətlərə reaksiya verilməmişdir bugünkü günə kimi. 75-dən çox dövlət qurum rəhbərlərinin qabulunda olmuşam. Bunların içində Cənab Prezident, sizin köməkçiləriniz, bir neçə köməkçiləriniz, onların köməkçiləri və nazirlər, Ombudsman, Baş Prokuror, Ədliyyə Nazirləri, Ekologiya Nazirləri, yəni bütün dövlət qurum rəhbərləri var. Lakin bugünkü günə qədər, əfsuslar olsun ki, yenə deyirəm, dövlətin adından çıxardılan məhkəmə qətnamaları icra olunmur. Niyə? Çünki mənim məsələmdə məmurların maddi marağı yoxdur. Niyə maddi marağı yoxdur? İstənilən maddi marağı mən verməmişəm, həmin rüşvəti. Lənkəran İcra Prokuror şöbəsinə mən həmin istənilən rüşvəti vermədiyimə görə, bugünkü gündə də mən əzab çəkirəm, sistemlərə, özbaşınalıqlara, haqsızlıqlara, zülümlərə məruz qalmışam. Bugün Azərbaycan Respublikasının qanunları, konstitusiyası, Dılğır Avasov Dadaş Nasifoğlu və onun tasmasını tutan bəzi şərəfsizlərə görə qurban verilir. Belə şərəfsizlərə görə dövlətin adından çıxardılan məhkəmə qətnamaları icra olunmur. Cənab Prezident, sizə sual edirəm. Əgər bir dövlətin məhkəmə qətnamaları bir məmurun, bir özbaşına məmurun güdazına gedirsə, onda bu qanunlara niyə fatihəsi verilmir? Niyə Azərbaycan Respublikasının adından çıxardılan məhkəmə qətnamaları icra olunmur? Olunmadığına görə də onda məhkəmələrin də fatihəsi verilməlidir. Niyə yalnız vətəndaş əziyyət çəkməlidir? Niyə vətəndaş, Cənab Prezident, siz başda olmaqla bütün dövlət qurumlarına minlərlə müraciət etdiyi halda bugünkü qədər onun səsinə səs verən olmamışdır. Yalnız şablon cavablardan başqa heç bir nəticə əldə edilməmişəm. Kimin yanına gedirsən xeyri yoxdur. Cənab Prezident, Azərbaycan Respublikasının qanunları məmurların öz istədiyi kimi istifadə olunur. Öz istədiyi kimi riayət edirlər qanunlara. Çünki vətəndaşı əzməkdən bunlar həzz alırlar. Bunlar vətəndaşı yalvarmaqdan həzz alırlar bu məmurlar. İstəmirlər. Şəxsən Lənkəran İcra Prokuror şöbəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ədliyyə Nazirliyi məmurları, bütün dövlət qurumlarının qabulunda olduğu halda heç bir işə baxan yoxdur. İş bilməzlər əlində bu dövlət qalıb. 20 il, 30 il bundan qabaq Azərbaycan beləncə idi. Heç keçid dövründə də beləncə deyirdi. Heç bu dövlət qurum rəhbərləri 10 il, 15 il bundan qabaq kimdənsə qorxurdular, kimdənsə çəkinirdilər. İndi heç kimdən çəkinmirlər. Heç kimdən dövlət qurumları çəkinmirlər. Əgər çəkinsəydilər, mən bir belə qəbullara getməyimin nəsə bir faydası olardı. Dövlətin adından çıxarılan məhkəmə qətnamalarına riayət edərdilər. Yenə deyirəm, it itdiyi yediyi qabı mundarlamır. Lakin bizim Azərbaycandakı bəzi məmurlar dövlətin aldığı mavacib maaşın haqqını vermirlər. İcra məmurları haram olsun bu dövlətdən aldığınız maaşlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi haram olsun bu Azərbaycanın yediyiz sərvətləri. Azərbaycanın təbii sərvətləri, milli sərvət hamısını yediyiz tadız, vətəndaşın əmlaklarına göz düşdünüz. İcra məmurları, yenə deyirəm, haram olsun bu dövlətdən aldığınız maaş, məvacib, vətəndaşları soymayız, haram olsun sizə, haramdır Azərbaycan Respublikasının çörəyi sizə. Bütün demagoji məmurlar hamısı da haramdır. Çünki rüşvətxor məmurlar hamısı da haramdır. Bəzə içində şərəfliləri varsa onları çıxmaq şərti ilə.
Mən Abdullayev Azərzadə oğlu olaraq yenə deyirəm, cənab prezident, sizə müraciət edərək bildirirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mənə dəymiş ziyan dövlətimin adından, Azərbaycan Respublikasının, mənim dövlətimin adından çıxardılan məhkəmə hökm və qətnamalarına əsasən ödənilməsini tələb edirəm. Abbasov Dadaş Nasif oğlu kimi şərəfsizin və onun tasması tutanların cəzalanmasını xahiş edirəm.